Salam dəyərli şagirdlər. 9-cu sinifə aid sualın izahına baxaq. Bizə verilən ifadə budur. X minus 2y bölünsün x bərabərdir 5. Bizdən ən sonda bu ifadənin qiymətini soruşur. Bu ifadədə çarpaz vurub yazsam, x minus 2y bərabərdir 5x-a. Digər tərəfə keçsəm, olacaq x minus 5x bərabərdir 2y-ə. Mənfi 4x bərabərdir 2y. Hər tərəf 2-yə bölsəm, hər tərəf 2 ixtisar aparsam, mənfi 2x bərabərdir y-ə. Bu ifadədə y-i tapırıq ki, mənfi 2x-dır. Həllinə baxsaq, olacaq deməli 2y plus 5x bölünsün y şərtini bizdən soruşur. Yerinə yazsam, y-in yerinə mənfi 2x yazsam, y-in yerinə mənfi 2x yazsam nə olar? 2 vurulsun mənfi 2x plus 5x. Aşağıda da y-in yerinə yazıram, mənfi 2x. Buradan nə alınır? Sürət olacaq mənfi 4x plus 5x. Məxrəc olacaq mənfi 2x. Sürət bizə verir x-i, məxrəc mənfi 2x. X-a ixtisar getsə, cavab qalır mənfi 2-də 1. Yəni, Y variantı.